Bismillah və bi-zikri vəliyillah. Salamlayıram sizləri, əziz və dəyərli mömin və möminat. Bu gün çox mənəvi və Əhl-i əleyhissalamın bir nümayəndəsi olan Bakı şəhərindən, Bibi Heybətdən sizləri salamlayıram. Bu müqəddəs məkanda Fatimə Tuz-Suğra Samullahi əleyhanın qəbri vardır və o xanım burada dəfn olunmuşdur. Bibi Heybətin özünün tarixçəsi vardır. Xüsusən də o şəxslər ki, mömindilər və xüsusən də o şəxslər ki, duaları Allah qatında gec qəbul olunur. Onlar gəlirlər bu xanımı burada ziyarət eləyirlər və duaları da həmçinin müstəcab olur. Mən ilk olaraq belə başlamaq istəyirəm ki, xanım Fatimə Tuz-Suğra, yəni Həkimə xanım, belə deyək, burada gələndə, bura köçdükdən, məcburi köçdükdən sonra ona verilən ad Həkimə xanım. Xanım Musa Kazım əleyhissalam, 7-ci İmam Musa Kazım əleyhissalamın qızıdır. İmam Rıza əleyhissalamın da bacısıdır. Və bunu da qeyd edeyim ki, xanım 3 imamı da görmüşdür. Həm Musa Kazım əleyhissalamı, həm İmam Rıza əleyhissalamı, həm də İmam Cavad əleyhissalamı görmüşdür. Və həmçinin alimlərimizin kitablarında da, xüsusən də ricalçıların kitabında da qeyd olunmuşdur ki, xanım ravilərdən biridir. Yəni xanım olan hədis raviçilərdən və çox önəmli bir şəxslərdən biridir. Xanımın məcburi köçməsi Bakıya İmam Rıza əleyhissalamın qətlindən sonra baş vermişdir. İmam Rıza əleyhissalamın qətlindən sonra dövrünün zalım xəlifəsi tərəfindən Əhl-i Beyt və Əhl-i Beyt sevərləri Mədinə şəhərinə girmələrini və orada olmalarını qadağan etmişlər. Hətta onların belə qətillərinə əmr vermişlər. Ona görə də xanım Fatimə Suğra və onunla birgə 3 nümayəndə özlərinin yaxın bir Əhl-i Beyt sevərlərdən biri olan Əbu Səccad, rəvayətlərdə gəlmişdir ki, bu şəxs, yəni Əhl-i Beyt sevən bir şəxsin, Əhl-i Beyt tərəfdarları və Əhl-i Beyti aşiq olan bir şəxsin Bakıda Hacı Bədir adında bir şəxsdən əlaqəyə keçdikdə və Hacı Bədirin də bunları qəbul etməsində namə yazmışdır. Və bir müddətdən sonra xanım Fatimə Tuz-Suğra və 3 Əhl-i Beyt nümayəndəsi Hacı Bədir bunları qarşılayır və onlar da Hacı Bədirin dəvətini qəbul edirlər və gəlirlər Bakıya. Hacı Bədir bu xanımı və Əhl-i Beyt nümayəndələrini özü içəri şəhərdə yaşadığı üçün ilk öncə aparır içəri şəhərə. Bunlar bir müddət içəri şəhərdə məskunlaşdıqdan sonra insanlar dəstə-dəstə gəlir, xanım Fatimə Suğranı ziyarət eləməyə. Bu da ona dəlalət eləyir ki, Azərbaycan xalqı, vətənimiz elə əzəldən daima Əhl-i Beyt aşiqləri olublar. Dəstə-dəstə xanımın yanına gələn insanlar, hətta şeyxlər, alimlər və insanlar xanımı qarşılayır və ona xoş gəldin deyirdilər. Və bir müddət artıq xanımın bura gəlməsi bəlli olduqdan sonra artıq xanımın özünün də təhlükəsizliyini aradan aparmaması üçün, yəni təhlükəsizliyi olmaması üçün xanım belə bir qərara gəlir ki, yerini dəyişsin. Yerini dəyişdikdən sonra içəri şəhərdən qayıdır, gəlir bax bura. Bura bu Şıxlar kəndi. Bunu da qeyd eləyək ki, xanımın məqamı ən az digər ziyarət olunan hərəmlər qədər ucadır. Burası Kərbala kimi, Nəcəf kimi, Mədinə kimi, Məkkə kimi ziyarət olunan yerlərlə bir tutulur. Yəni insanlar, zəvvarlar orayı da ziyarət etdikdə, burayı da həmçinin ziyarət edirlər. Çünki buranın ziyarət olunması insanların dualarının qəbul olunmasına dəlalət edir. Məsələn, Peyğəmbərdən hədis var ki, kim məni ziyarət etsə və ya mənim zürriyyətimdən kimisə ziyarət etsə, məni ziyarət etmiş kimi olar və qiyamət günü də mən onları ziyarət edərəm. Xanım Fatimə Suğra Samullahi əleyha da Peyğəmbərin zürriyyətlərindəndir. Xüsusən də 3 imamı görmüş, kəramətli bir xanımdır. Və bunu da qeyd eləyək ki, artıq xanım içəri şəhərdən bu bölgəyə, Şıxlar kəndinə gəldikdə, biz dedik axı, Şıxlar kəndi bura deyilmişdi, çünki bura şeyxlər gələrdi. Xanımın yanına şeyxlər gələrdilər və xanımın elmindən, xanımın kəramətindən istifadə eləyərdilər. Və həmçinin Sovet dönəmində də Şıxlar kəndi, yəni şeyxlər gəldiyi üçün təbdil olundu Şıxov kəndinə. Şıxov adı adlandı. Xanım
bura köçdükdən sonra öz adının bilinməməsi üçün və yerinin bilinməməsi üçün nədir? Adını çağırdılar Hacı Bədir, xanımı çağırdı Bibi kimi. Yəni xanım Fatimə Suğra kimi çağırmadı. Xanıma Bibi adı verdi və Bibi çağırdı və Bibi Heybət də Hacı Bədrin elə bil ki, adının baş hərflərindən təşkil olunan bir adı idi. Yəni Bibi Heybət. Burada xanım qaldıqdan sonra o şəxslər ki, 50'li idilər, o şəxslər ki, dualar qəbul olunmurdu, o şəxslərin ki, övladları dünyaya gəlmirdi. Burada xanımın yanına gələrdilər, xüsusən də xanımlar gələrdilər xanımı ziyarət eləyərdilər və xanım da əli kəramətli və şəfaətçi olduğu üçün onları belə deyək bir mənada desək, onları sağaldardı. Və xanım da bu gördüyünüz hərəmin arxasındakı o dağ var. O dağın da arasında bir dənə ziyarət yeri var. Xanım daima çıxardı, orada ibadət eləyərdi. İbadətgah var o dağın arasında. Və bu cür məcburi köçməkdən sonra, məcburi sürgündən sonra deyək belə köçüşdən sonra xanım qalır burada. Burada qaldıqda xanım elə burada da vəfat eləyir və xanımla bircə gələn 3 nümayəndə də xanımın yanında dəfn olurlar və Hacı Bədrin vəsiyyətinə əsasən Hacı Bədir xanıma deyir ki, mən bir ömür sizin qapınızda nədir? Xadim olmaq istəyirəm və doğrudan da bir ömür xadim olur və xadimi də Hacı Bədri də xanımın ayaqları altında bastırırlar. Və məşhur fransız Alexander Dumas tarixçi öz Qafqaz kitabında yazır ki, buranı, yəni Şıxlar kəndini, bu Bibi Heybətin, bu hal-hazırda olduğumuz yeri qadınlar çox ziyarət eləyərdilər. Bunu da qeyd eləyək ki, tarixdə dəfələrlə buranın kəraməti görünübdür. Şirvanşahlar dövründə Natəvan xanım bir gün buranı ziyarət eləyir və buranı ziyarət elədikdə görür ki, burada çoxlu xanımlar var və Natəvan xanımın da həmçinin nədir? Uşağı dünyaya gəlmirmiş. Və Natəvan xanımlardan soruşur ki, bura cümə günü deyil, bayram deyil. Bura nə üçün bu qədər ziyarət olunur və xanımlar nə üçün bu qədər bura gəlir? Xanımlardan biri Natəvan xanıma buyurur ki, burada ən çox uşağı dünyaya gəlməyən insanların xanıma təvəssül etdikdən sonra onların uşaqlarının dünyaya gəldiyinə şahid olunur. Və burada xanımların çoxsu bura gəlməsində səbəb uşaqlarının dünyaya gəlməməsindən irəli gəlirdi və xanımlar gəlirdilər, xanıma təvəssül eləyirdilər və uşaqları dünyaya gəlirdi qısa bir müddətdə. Xanım Natəvan bunu eşitdikdən sonra gəlir, burada xanıma dua eləyir və əhd eləyir ki, əgər mənim uşağım dünyaya gəlsə, çünki Bakıdan bura o zaman gəlmək üçün cığırdan istifadə eləyərlərmiş. Çox qısa bir yol, çətin bir yol var imiş. Və xanım bura gəldikdə, buranı ziyarət etdikdə əhd eləyir, deyir, əgər mənim uşağım olsa, Bakıdan bura, ta Bakının mərkəzindən bura fayton yolu çəkdirəcəm, fayton yolu düzəlləyəcəm. Xanım buranı bir il ziyarət etdikdən sonra məlum olur ki, xanım artıq gəlmir və bəlli olur ki, xanım hamilə qalır. Xanım hamilə qaldıqdan sonra öz işçilərinə əmr eləyir ki, bura fayton yolu çəkilsin. Bura fayton yolu çəkildikdən sonra əhdinə sadiq qalır və xanımın da nədir? Dünyaya uşağı gəlir. Və digər bir tərəfdən Azərbaycanın digər məşhur şahları, padişahları burada böyük işlər görmüş. Xanımın zirehini, xanımın qübbəsini və digər burada tikinti işləri ilə nədir? Ehsan etmişlər. Və daima burada insanlar, hal-hazırda da zəvvarlar var, xanımlar var, ehsan edirlər, dua edirlər və xanımı ziyarət edirlər və bura bir məşhur bir ziyarətgahdır. Əhl-i-Beyt əleyhimussalamın burada bir nümayəndəsi var və biz də Allahdan diləyirik ki, Allah bizim dualarımızı qəbul eləsin xanıma xatir və bu xanıma xatir bu dövləti əmin-əmanlıqda saxlasın, bu insanların qəlbində daima Əhl-i-Beyt əleyhimussalam üçün sevgi, məhəbbət artırsın və bizləri də o xadimlərin xadim eləsin inşallah.